Salamlar hər kəsə. Mənim adım Sevincdir və bu kanalın ilk videosuna xoş gəlmisiniz. Burada C# proqramlaşdırma dili üzrə dərslər paylaşacağam. Əsas məqsədim öz biliklərimi daha da inkişaf elətdirmək, yeni mövzular, yeni məlumatlar toplayaraq, araşdıraraq bu biliklərimi inkişaf elətdirmək və həm də sizinlə paylaşaraq sizin də bu biliklərdən yararlanmağınıza kömək etməkdir. Bu kanalda ümumiyyətlə əsasən yeni başlayanlar üçün daha faydalı olacaq. Çünki təməl əsas anlayışlardan başlayacağıq. Amma ümumiyyətlə həm yeni başlayanlar, həm də təcrübəli proqramçılar üçün də faydalı materiallar olacaq. Ümumiyyətlə C#da olan əsas anlayışlardan tutmuş, daha dərin və irəliləmiş mövzulara qədər hər şeyi əhatə etməyə çalışacağam. Bu dərslərdə həm praktiki nümunələr üzərində işləyəcəyik, yəni belə deyək, əsas hissələri praktiki hissələrə ayıracağıq. Həm də nəzəri məlumatları sizə asan və başa düşülən şəkildə izah etməyə çalışacağam. Yəni belə deyək, həm nəzəri, həm də praktiki hissələrdən ibarət olacaq, amma əsasən praktiki hissələrə yer verəcəyik. Burada olan mövzular, yəni C# üzrə olan mövzular sizin üçün maraqlıdırsa, kanalı izləyin, abunə olun və hər hansısa bir sualınız olarsa, şərh bölməsində qeyd edə bilərsiniz. İndi isə gəlin birlikdə başlayaq. C# nədir? İlk mövzumuz C# haqqında əsas məlumatlar olacaq. C#-ın nə olduğu, necə yarandığı, nə üçün istifadə olunduğu kimi məlumatlar vermişəm. Yəni bu dərs əsasən tamamilə nəzəri üzərində qurulmuşdur. Növbəti dərslərdə artıq biz praktiki tərəfdən başlayacağıq. Gəlin ilk növbədə başlayaq. C# nədir? İlk növbədə planımızı sizə təqdim edim. C# nədir, necə yaranıb, niyə C#dan istifadə etməliyik və C# ilə nələr edə bilərik? İlk mövzumuz C# nədir? C# ümumiyyətlə C# olaraq tələffüz edilir və Microsoft şirkəti tərəfindən inkişaf elətdirilən müasir və çox paradigmalı bir proqramlaşdırma dilidir. Ümumiyyətlə .NET Framework mühitində istifadə etmək üçün təkmilləşdirilmiş obyekt yönümlü proqramlaşdırma dillərindən biridir. Bilirik ki, yəni hal-hazırda çoxlu sayda proqramlaşdırma dilləri mövcuddur, amma C# da ən geniş yayılmış və populyar olan proqramlaşdırma dillərindən biridir. Bəs paradigma nədir? Burada biz paradigma ifadəsini işlətdik. Paradigma müəyyən bir sahədə, məsələn, proqramlaşdırmada fikir və yanaşma tərzini təsvir edən bir anlayışdır. Yəni belə deyək, bir problemə yanaşma və ya onu həll etmə üsuludur. Yəni ilk dəfə proqramlaşdırma ilə qarşılaşan insanlar üçün bəzi terminlər, anlayışlar olur ki, onları açmalıyıq. Ümumiyyətlə C# Anders Hejbjerg tərəfindən və onun komandası tərəfindən .NET təşəbbüsünün bir hissəsi olaraq yaradılıb və obyekt yönümlü, komponent yönümlü və tip təhlükəsizliyi nəzərə alınaraq dizayn edilib. Web proqramlaşdırma mövzusunda çox güclü proyektlər həyata keçirmək mümkündür. İstifadəsi rahatdır. Yəni istifadə etmək üçün platforma olaraq Visual Studio IDE-dən istifadə edə bilərik. Həmçinin başqa platformalar da mümkündür, amma əsasən bu platformadan istifadə olunur. Ümumiyyətlə C#, C və C++-dan törəyib. Java dilinə yaxın bir dildir və belə deyək, Java-da işləmiş bir proqramçının C# dilinə keçid etməsi çox rahatlıqla baş verə bilər. Çünki sintaksis cəhətdən də çox yaxındırlar və rahatlıqla kod yazmaq mümkündür. Debugger özəlliyi var ki, C#da məsələn hər hansısa bir xəta ortalığa çıxan zaman onu aradan qaldırmaq üçün, yəni ya da xətanın harda olduğunu tapmaq üçün debugger özəlliyi var ki, sintaksis xətalarını bizə göstərə bilir. Ümumiyyətlə C# geniş yayılmış və populyar bir dildir. Bəs C# necə yaranıb? Bunun haqqında məlumat verək. C#-ın ümumiyyətlə maraqlı bir yaranma hekayəsi var. Sharp simvolu ümumiyyətlə musiqi notasında notun bir yarım not qaldırılmalı olduğunu göstərir. Beləliklə C# dilinin C++ üzərindən təkmilləşdirmə dil olduğunu göstərir. Sharp simvolu üst-üstə yığılmış 4 dənə üstəgəl, yəni plus işarəsinə bənzəyir və C# dilinin C 4 dənə plus olduğunu göstərir. Yəni şəkildən də bəllidir.
Deməli 4 dənə yan-yana üstəgəl işarəsi var və biz bunun ikisini yuxarı, ikisini aşağı qoysaq və həmin, işarələri birləşdirsək, bir C# işarəsi almış olarıq. Yəni C# əslində bu cür yaranıb. Bəs niyə C#dan istifadə etməliyik? Əsas istifadə səbəbləri odur ki, çox platformalı istifadəsi vardır. Daha sonra güclü alət və kitabxanaları mövcuddur. Yüksək təhlükəsizlik və tip təhlükəsizliyi var və oyun inkişafı üçün ideal bir, platformadır, dildir. Yəni çox platformalı istifadə etdikdə, yəni .NET Core ilə çox platformalı inkişafı dəstəkləyir. Yəni bu o deməkdir ki, biz C#-la yazdığımız hər hansısa bir tətbiqi Windows, macOS, Linux və hətta mobil platformalar üzərində də işlədə bilərik. Alət və kitabxanalar dedikdə, yəni Microsoft tərəfindən dəstəklənən güclü alətləri və geniş kitabxanaları var. Məsələn, ASP.NET ilə veb tətbiqləri yaratmaq mümkündür. Həmçinin, yüksək təhlükəsizlik və tip təhlükəsizliyi deyəndə biz, yəni C# ümumiyyətlə çox güclü tip təhlükəsizliyi təklif edir. Yəni proqramçı tərəfindən səhv yazılan koddan, qoruyur. Bu da tətbiqin daha təhlükəsiz və xətanı azaldaraq işləməsini təmin eləyir. Daha sonra oyun üçün, ideal bir, dildir. C#-ın Unity oyun mühərriki ilə inteqrasiyası çox məşhurdur. Bu oyun inkişaf etdiricilərin C#-ı oyun yaratmaq üçün seçmələrindən bir səbəbidir. Və, keçək növbəti, mövzumuza. C# ilə nələr edə bilərik? C# ilə, yəni müxtəlif məqsədlər üçün istifadə eləyə bilərik. İlk növbədə danışaq C# ilə veb inkişafı. Ümumiyyətlə bayaq da qeyd etdiyimiz kimi .NET platforması ilə peşəkar və dinamik veb-saytlar, yaradıla bilər. Veb xidmətləri sürətli və güvənli şəkildə inkişaf etdirilə bilər. Mobil tətbiqdə, C# ilə iOS, və Android və Windows üçün müasir mobil tətbiqlər hazırlamaq mümkündür. Oyun inkişafında Unity ilə, oyun mühərriki ilə yəni problemsiz işləyir. Unity ilə yəni yüzlərlə populyar oyun yaradılıb və bu C# bu oyunların yaradılmasının əsas dil olaraq istifadə olunur. Yəni həmçinin bir çox digər, oyun belə deyək, türkcə desək, oyun motoru tərəfindən dəstəklənir. Həmçinin C# ilə DLL yazmaq mümkündür. Müxtəlif proqramlar tərəfindən istifadə edilən funksiyaları və kodları özündə daşıyır. DLL fayllarını yazmaq mümkündür. Bu da proqramın funksionallığını artırmağa kömək eləyir. Və bu günlük, C# üzrə ümumi məlumatımız bu qədər idi. Yəni ilkin məlumatları, vermək istədim ki, C#-ın nə olduğu haqqında ilkin anlayışlarımızı əldə eləyək. Niyə istifadə eləməliyik, nə üçün istifadə etməliyik. Hal-hazırda C# da çox populyar yayılmış bir dildir və, vakansiyalar da C# üzrə çoxdur. Yəni bu üzrə iş tapmaq da mümkündür. Yəni geniş, iş imkanları vardır. Prezentasiyamız, bu qədərdir. Yəni bu gün ancaq nəzəri olaraq, məlumat verdik. Dinlədiyiniz üçün təşəkkürlər. Əgər bu mövzu sizin üçün maraqlı oldusa, kanala abunə olmağı, bəyənməyi və suallarınız oldusa, şərh bölməsində yazmağı unutmayın. Təşəkkürlər.